Salam aleykum. Deməli, alfatik əldə et. Karbon yazıram, hidrogen yazıram, oksigen yazıram. Üstə gəl O2. Əmələ gəl karbon dioksid, bir də su. CO2 44 qramda 1 mol, su 18 qramda 1 mol, oksigen də 44 qramda bölürəm oksigen 1,375. Deməli, burada fikir verirsinizsə, bunun kütləsini bilmirəm. Bu deməli 44 qram, bu 44, bu da 18, n plus 44 bərabərdir 44 plus 18 və buradan n bərabərdir 18-ə. Yəni 18 qram deməli burada aldehid sərf olubdur və biz nəyi nəzərdə tutmalıyıq? Burada artıq qram məlum oldu. Deməli, sağ tərəfdə karbon bir dənədir. Bura 1 yazıram. Hidrogen sağ tərəfdə 2 dənədir. Bura 2 yazıram. Oksigen sağ tərəfdə. Mən burada bilmirəm. Özümdən bura 1x yazıram. Burada x-dir. Burada da 1,375-i 2-yə vuranda eləyir. Deməli, 2,75 bərabərdir. Sağda CO2-də 2 dənədir. Hidrogende də, suda da deməli oksigen 1 dənədir və buradan 3-dən çıxanda bu da 0,25 eləyəcək. 2-yə vururam karbon 2H4O 0,5, 2-yə vururam karbon 4H8O. Yəni bu formul karbon 4 H8O imiş. Bu da nə qədərdir? Deməli 4-ü vururam 12-yə, yəni 4-dən üstə gəl 8, üstə gəl 16, 72 elədir. Deməli bu 0,25 mol imiş. Yəni 18-i böləndə deməli 72-yə 0,125 edir. İndi gəlin görək düzmü yazmışıq. 0,125 mol bu tam sərf olunanda həqiqətən 0,125-i 4-ə vuranda 1 mol bir dənə karbon alınır. 0,25-i 8-ə vuranda nə qədər eləyir? 0,25 vurulsun 8, bu 2 dənə hidrogen eləyir, düzdür və 0,25 oksigen burada 1,375-i də 2-yə vuranda 2,75 eləyir. 2,75 oksigendədir. 0,125 buradadır və bunların cəmi nə qədər verdi? Deməli 3 verdi. Həqiqətən sağda da 3 dənədir. Deməli 0,125 mol deməli aldehid imiş. Sonra gəlir burada deməli 22-ci sual nəzərdən keçirdək. Burada deməli sual tam şəkildə deyil. Kalium 2, xrom 2O7 üstə gəl biz bunu H-xlor kimi yazaq. Kalium xlor, xrom xlor 3, xlor 2 üstə gəl su, 2 dənə xrom müsbət 6-dan gəlir xrom müsbət 3-ə, fərq 3-dür və 2-yə vuracam eləyəcək 6. Xlor mənfi 1-dən gəlir 2 dənə xlor 0-a, fərq 1-dir, 2-yə vuracam olacaq. 2 yerini dəyişirəm, sonra ixtisar eləyirəm. 2 yazıram sağda dəyişən xlorun qabağına. Bura 2 yazıram, bu oldu 14, burada 7 yazıram. İndi yazıb 18 mol reduks edici. Reduks edici burada H-xlordur. Yəni üzərinə 18 yazıram, aşağısına deməli 14 yazacağım. İndi burada sonra nə soruşur tam bilinmir. Yəni burada neçə mol oxidləşdirici sərf olub deyəndə oxidləşdirici budur. 1 mol buradan tam rəqəm alınır. İndi başqa bir şey soruşur, ancaq yəni bu hissəyə qədər belə olacaq. Hansı duzun suda məhlul etdiyi zamanı katod, hidrogen və oksigen alınır? Ta ki cavabların birində mis 2 xloriddir. Bura H-la OH yazanda katodda mis toplanır. Xlorla OH isə deməli OH deməli anyonların cərgəsinə soldadır. Anyonlarda solda duran toplanır. Bu da oksigen kimi toplanır. Yəni hidrogen və oksigen alınmadı. B bəndindəki kalium sulfidi tutaq ki, katodda hidrogen toplanır. Çünki elektro-kimyəvi gərginlik sırasında katyonlarda sağda duran birinci toplanacaq. Çünki katyon müsbət deməkdir. Riyaziyyatda da ədəd oxunda müsbət sağdadır. S-lə OH-da da S soldadır, o toplanacaqdır. Bir də tutaq ki, məsəl üçün yazıb orada deməli natrium sulfat, indi balaca bir nümunə yazdım. Buradan hidrogen toplanacaqdır. SO4 ilə OH-da da oksigen toplanacaq. Bəli, yəni bu tip sualları, yəni cavabı biz bunu götürəcəyik. Hansı reaksiyadan əsası duz alınır? Əsası duz nə deməkdir? OH sayı H-dan böyük olmalı. Məsəl üçün yazıram alüminium hidroksid, üstə gəl H-xlor. Bu zaman OH H-dan çoxdur və yaxud da H2SO4. Bu zaman demək OH H-dan çoxdur. Yəni bu şəkildə olacaq.